Bence de. Məni izləyən hər kəsi salamlayıram. Kanalıma xoş gəlmisiniz. Bu dəfə vloqum biraz qarışıqdır. Axşamdan başladıq. Burada gəlmişik dəniz qırağına, corad qutabı yeməyə. Gəldik, biraz dəniz kənarında gəzdik, sonra gəldik, belə oturduq qutab yeməyə. Qutab çox dadlıydı. Göy qutabı da almışdıq, ət qutabı da almışdıq. Qutablar çox dadlıydı, xoşumuza gəldi. Burada səhərsi gündür. Marketə getmişdim, bazarlıq eləmişdim. Burada aldıqlarımızı göstərirəm. Marketdə qiymətlər deyərdim ki, günü-gündən qalxır. Hər dəfə gedirsən, aldığın şeylərin qiymətini bir dəfə fərqli görürsən. Hər dəfə bir şeyin qiyməti qalxır. Məsələn, bu pendiri həmişə 3 manata, nə bilim, 4-ə alırdımsa, indi 4 manat neçə qəpik olur. Hər şeyin qiyməti baxırsan ki, qalxır. Bu sabunu hamı tərəfləyir, 72% sabundur. Mən də aldım ondan yoxlamaq üçün. Axırda çeki göstərdim, nə qədər tutur. $39 manat, 78 qəpik tutdu. Burada isə şirəli dana yeməyi bişirirəm. Ətləri belə tavada hər iki üzünü qızardıram. Sonra soğanı tökürəm tavaya. Onları da biraz qovururam. Sonra üzərinə ətləri tökürəm. Sonra duz, istiot, sarı kök, biraz da zırınc əlavə edirəm. Mən 2 stəkan su tökdüm, 1 stəkan da tökəm var, amma mən 2 stəkan su tökdüm və az xodda bişməyə qoydum. Ətlər çox gözəl hər bişmişdi. Dadlı yemək idi. Yanında da kartof qızartmışdım. Çəkmədim. Burada da fəsəli bişirirəm. 4 stəkan un, droş, duz, 1 stəkan da su əlavə edirəm. Xəmiri yoğururam. Biraz gözlədirəm, sonra keçirəm xəmiri yaymağa. Mən xəmirin içinə yağı 200 qram işlətdim, əritdim onu. Onu həm içinə getdi, həm də üzərinə axırda qızardanda biraz tökdüm. 5 gündə çıxdı, 5 dənə alındı məndə fəsəli. Qəşəng qat-qat fəsəli çıxdı.
Qızımı götürüb gəncliyə gedirik, gənclik mola gedirik. Adam evdə oturmaqdan ürəyimiz sıxılır. Ona görə biz də gəzirik. Havalar da düzəlmir, yay tətilidir. Havalar düzəlmir ki, dənizə gedək. Neçə gündür külək, soyuq. Gəldik, gənclik mola girdik. Şimdi qalxırıq yuxarı. Burada kombolar var idi. 12 manata burgerlər var idi. Ondan zakaz verdik. 2 nəfər 12 manat. İçində kartof pürüsü, soku. Belə nuggetlər var idi yanında. Bir də belə burgerlər 12 manat. Yaxşı idi. Dadı mənim xoşuma gəldi. Çox bəyəndim. Sonra gəldik New York'a girdik. Baxdıq ki, görək nə yeniliklər var. Orada biraz gəzdik. Heç nə almadıq, düzdür, amma baxdıq. Biraz da sizin üçün çəkdim. Eve gələndə də burada özümüzə biraz ləpə aldım. Sonra biraz da şokoladlar aldıq. Bunları çox bəyənirəm mən. Ona görə özümə almışdım. Uşaqlar xoşlanır. Sonra belə konfetlər almışdıq. Deyərdim ki, yayın ən gözəl yeməyi bu qızartmalardır. Badımcan, kartof, biber, pomidor qızardırsan. Yanında da belə toyuq filesini mayonezləyib, duzlu üstü qızartmışdım. Çox dadlıydı. Yanında da belə çoban salatı eləmişdim. Əsl yay yeməyi. Bu dəfəki videomu demək olar ki, yeməklər və gəzmək oldu. Sonda da dırnaqlarımı göstərirəm sizə. Təzə dırnaqlar elətdirmişəm. Necə də qızlar, bəyəndinizmi? Məni izlədiyiniz üçün çox sağ olun.